Mən evin pullarını tapa bilməm. Uşağın məktəbinin vaxtıdır. Mən boşanmaq istəyirəm. Boşamaq istəyirəm, nədir? Yenə zamkanya tutdu. Bunlar nədir? Özümə qızıl bir də iPhone 7 Pro Max almışam. Hansı pullarla? Bizim pullarla da indi axtardığımız. Sən ailənin büdcəsini bunlara sərf etmisən, hə? Hə də artıq varlı həyat yaşamaq istəyirəm. Ona görə də özümə telefon və qızıllar almışam. Dəli, sən o pulu birincisi mən qazanmışdım. İkincisi də o sənin, mənim, uşağımızın gələcəyi üçün nəzərdə tutmuşdu. Bu zirzibilə yox. Artıq mən özümə pulu qıyacam. Yəni mən bunu haqq eləyirəm. Mən bunu haqq elədiyimə görə də artıq bunları özümə alıram. Ha, hardan haqq edirsən? Sənin nəslində atan, qardaşın, əmin oğulları ayına 4000 qazanmır. Demirəm ki, hər ay özünə bunları icazə verə biləcək bir səviyyədə. Sən hardan haqq edirsən? Bunu insan oxuyub, işləyib qazanmalıdır ki, haqq etsin. Sən hardan haqq edirsən? O elə olmur. Instagramda psixoloqlarda, kurslarda deyirlər ki, manifest elə. Pula qıy ki, sənə geri qayıtsın. Bu belə işdir, elə düşünürsən sən? Hətta ona görə artıq mən, yəni səndən boşanacağam, bunları da özüm ona görə almışam. Bax belə. Ruhu, mənəviyyatı kasıb insanlar var dövlətə, bahalı əşyalara, parıltıya meyl edirlər və doğmalığı, ailəni, ruhu qurban verirlər. Yəqin ki, nə demək istədiyimi hər kəs anladı.